isə çox maraqlı bir mövzusu ilə, satıcı yoxsa konsultat bir mövzusu ilə Murad müəllim səhnəni fəth eləmək istəyir. Sadə xanım, çox sağ olun. Amma Murad müəllim sizdən belə bir çətin şəxsi sözlərlə mən səhnəyə ricam, dəvət bu edirsiniz. suyu bir saatda açmaq istəyirəm, amma Pardon. aça bilmirəm. Çox İşte bir xahiş dəqiqə edirəm. çıxarsan o vaxtda, yəni aça bilməsəydim nə olacaqdı? Heç nə qalacaqdım. Aha, Təşəkkürlər. dostlar, hər birinizi xoş gördük. Onu deyə bilərəm ki, bu qədər satış adamının, bu qədər dəyərli insanı bir yerdə görmək və sizinlə birlikdə satış mövzusunda danışmaq mənim üçün çox böyük bir xoşbəxtçilikdir. Mansur müəllim 3 maraqlı faktordan danışdı. Mən onlardan yalnız biri barədə danışacağam. Niyə məhz bu mövzunu seçmişəm yoldaşlar? Əslində çox böyük həyəcanla bir neçə maraqlı məqamı sizinlə bölüşmək istəyirəm. Niyə bu mövzu? Çünki bugün burada əyləşən yoldaşların içərisində mən bildiyim qədər xeyli sayda sahibkarlar, satış rəhbərləri, ümumiyyətlə rəhbərlər var. Və mən çox ümid edirəm ki, inanıram ki, yəni sizi bu sual həmişə düşündürür ki, yaxşı satış əməkdaşını necə yetişdirək ki, həmin satış əməkdaşı stabil, artan dövriyyəyə gətirib çıxarsın və bununla yanaşı müştəri məmnuniyyətimizi də yüksək səviyyədə saxlasın. Bax, danışacağımız mövzu bu barədə olacaq və çox inanmaq istəyirəm ki, bugün danışacağımız məsələlər məhz satış, yeni xüsusilə də satış komandasının hazırlanmasında sizin üçün bir yol xəritəsi də olacaq. Amma söhbətimizə başlamamışdan əvvəl, dostlar, istəyirəm sizinlə birlikdə bir qısa çalışma eləyək və həm də yuxumuz biraz qaçsın. Demək, bu çalışma nədən ibarətdir, yoldaşlar? Hamınızın masalarının üstündə məndə olan belə bir kartlar var. Yəqin ki, görürsünüz bu kartları. Masalarda görə bilirsiniz, yoxsa yox? Əla, super. Dostlar, bu kiçik bir qrup işi olacaq sizinlə birlikdə. Yəni, öz masa yoldaşlarınızla birlikdə bu çalışma eləyəcəksiniz. Sualımız nəydən ibarətdir? Tamamilə satış adamı olduğunuzu yaddan çıxardırsınız və özünüzü bir müştəri kimi təsəvvür edirsiniz. Müştəri olanda özünüzü necə aparırsınız, nə salanda? Və təsəvvür eləyin ki, yoldaşlar, siz əlinizdə müəyyən qədər məbləğ pul toplamısınız və mənzil almağı planlaşdırırsınız. Bununla əlaqədar bir çox yaşayış komplekslərinə gedirsiniz, bəziləriniz bəlkə də indi hal-hazırda da bununla məşğullar. Gedirsiniz və orada təbii ki, satış əməkdaşları ilə ünsiyyətdə olursunuz, kimlərsə sizə xidmət göstərir. Sual bundan ibarətdir ki, yoldaşlar, bu satış əməkdaşında, yəni sizə xidmət göstərəcək satış əməkdaşında görmək istədiyiniz keyfiyyətləri vaciblik dərəcəsinə görə ardıcıllıqla düzün. Az vacibdən çox vacibə doğru düzməyiniz lazımdır. Bunu xahiş edirəm ki, masa yoldaşlarınızla bir yerdə eləyəsiniz, bir qrup işidir. Bir dəqiqə bunun üçün vaxtınız var. Bir nəfər vərəqdə yazsa sıralamanı bəs eləyir. Bir dəqiqə vaxtımız getdi, yoldaşlar. Vaxtımız getdi. Masa, orada tək olanlar birləşə bilər bir masada. Bəli, birləşə bilərsiniz. Əla. Bu mənim əlimdə olmalı. Son 20 saniyə. Dostlar, vaxtımız bitdi. İndi mən ən az vacibdən üzü yuxarı qalxacam və mən deyəndə ən az vacib, yəni 5-ci sırada olanı deyəndə
siz həmin o keyfiyyəti göstərən rəngi kartınızla göstərəcəksiniz. Okay? Demək, 5-ci yerə, yəni ən sonuncu yerə hansı keyfiyyəti qoymusunuz? Göy, qırmızı, yaşıl, göy, yaşıl, qırmızı, bənövşəyi rəng, göy, qırmızı. Aha, əla. Əksəriyyət göy, mavi rəng. Çox yaxşı. 4-cü sıraya hansı kartı qoymusunuz? 4-cü sıra. Aha, sarı, qırmızı, sarı, mavi, bənövşəyi, yaşıl, qırmızı, mavi, qırmızı, sarı, mavi, qırmızı. Bəs 3-cü yer, yoldaşlar, 3-cü yer. Aha, yaşıl, sarı, qırmızı, sarı. Sarılar və yaşıllar daha çoxdur. Sonra gəldik. Bəs 2-ci yerə yoldaşlar, 2-ci yer. Sarılar çoxaldı, sarılar. Bənövşəylər var və bir qırmızı var, 2 yaşıl var. Əla. Bəs dostlar, ən vacib sizin üçün hansı keyfiyyətdir? Ən vacib qırmızılar var, bənövşəylər artdı. Mavi orada var, mavi, bənövşəyi, sarı, qırmızı, bənövşələr artdı, qırmızı. Bənövşəyi, qırmızı. Okey. Dostlar, təşəkkürlər cavablarınıza görə. İndi gəlin statistikaya görə ən belə doğru ardıcıllıq necədir? Yəni, bugünkü müştərinin əsas ehtiyacları nədir? Gözləntiləri nədir daha doğrusu bizdən? Gəlin onun doğru ardıcıllığına baxaq. Düz yazan masalar hansılardır? Düz yazıblar. Bütün göstəriciləri düz yazıblar. Bravo. Yaxşı. İlk 2 dənəni düz yazanlar kimlərdir? İlk 1-ci, 2-ci yeri düz tapanlar. Bravo. Əksəriyyət. Dostlar, burada çox maraqlı bir məsələ var. Fikir verin, 5 keyfiyyət göstəricisi əslində hər biri bizim üçün satış əməkdaşı ilə görüşəndə önəmlidir. Yəni, hər biri önəmlidir. Amma bugünkü müştərinin, yoldaşlar, əsas bizdən gözləntisi bu yuxarıda dayanan 2 dənədir. Mənim ehtiyacımı və həyat tərzimi doğru başa düşsün, anlaya bilsin. Və ikinci, alacağım evin üstün və zəif tərəflərini açıq desin. Yəni, açıq şəkildə mənə bunu izah eləyə bilsin. Bax, niyə belə baş verir, dostlar? Niyə bu baş verir? Çünki çox maraqlı bir şey sizinlə bölüşmək istəyirəm. 30 il bundan əvvəlki klassik satıcı ilə, klassik alıcı ilə, müştəri ilə, bugünkü müştərinin davranışları bir-birindən fərqlənir. Yəni ki, razılaşarsınız da mənlə. Və bu davranış fərqləri olduğu üçün bu günləri həmin müştərilərin bir satış əməkdaşı olaraq bizdən gözləntiləri də dəyişib. İndi gəlin ona bir-bir baxaq, yoldaşlar. Nələr dəyişib? Əlamətlərinə və satılan gözləntilərinə baxır. Birinci seçimləri çoxdur. Bugünkü müştərinin seçim etmə imkanları çoxdur. Düzdürmü? 30 il bundan əvvəlki ilə indi daha çox. Bizə elə gələ bilər ki, bu bizim işimizi asanlaşdırır müştəri olaraq, amma əslində bu bizim işimizi biraz da çətinləşdirir. Niyə? Seçim çox olduqca mənim vaxtım, enerjim, resursum gedir ki, düzgün məhsulu tapım. Ona görə satıcıdan bu günləri müştərinin gözləntisi nədir? Onun vaxtını aparmasın da, onun ehtiyaclarına uyğun, ehtiyaclarını düzgün anlayıb, variantlar arasında seçim etməyə ona kömək etsin. İkinci növbəti, informasiya əldə etmək asandır. Düzdür, yoldaşlar? İstənilən məhsul almaq istəyəndə informasiya əldə edə bilərik. Yəni, məlumat əlçatandır. Əlçatan olduğu üçün təbii ki, bizdə çoxlu suallar yaranır bu çoxlu məlumatdan və satıcıdan gözlənti nədir? Ağlında olan çoxlu suallara səbirlə və düzgün şəkildə cavab versin. Növbəti məsələ, dostlar, yanılmaq qorxusu yüksəkdir bugünkü müştərilərdə. Düzdür? Variant çox olduğu üçün mən qorxuram yanılmağa. Bunu risk kimi görürəm. Və nəticədə satıcıdan gözlənti nədir? Rəqib və alternativ variantları müqayisə edərək önümdə mənzərəni düzgün yaratsın ki, mən qorxmayayım, çəkinməyim, rahat qərar verim. Və ən sonda isə növbəti vacib əlamət isə qərar vermək çətindir. Nə qədər maraqlı görsənsə də bugünkü müştərilərin qərar verməyi çətindir və bu günləri qərarsız müştərilərin sayı daha çoxdur. Və məhz buna görə də satıcıdan gözlənti nədir? Alacağı məhsulun üstün və zəif tərəflərini müqayisə edərək qərar qəbul etməkdə dəstək olmaq, yoldaşlar. Bu çox maraqlı bir cümlədir. Qərar qəbul etməkdə dəstək olmaq. Bəzən biz bunu unuduruq. Elə bilirik ki, müştəri də mən təklifi verdim, izah elədim, qərarı öz versin də. Belə deyil.
dəstək olmalıyıq. Baxın dostlar, məhz bunların hamısını bir sözlə ifadə eləsək, bugünkü müştəri sadəcə olaraq o öz məhsullarını bizə təqdim eləyən bir satıcı axtarmır. Bugünkü müştəri konsultantı axtarır. Hansı ki, onun o ehtiyacını ödəyəcək məhsulu tapmağı da ona kömək eləyəcək. Bax, belə bir konsultant axtarır. Bəs yaxşı, bu konsultant olmaq üçün isə bizə müəyyən əlavə biliklərə ehtiyac var. Müəyyən istiqamətlərdə yeni biliklər əldə eləməliyik. Bəs bu hansı istiqamətlərdir? Bu barədə az sonra danışacağıq. Amma ona keçməmişdən qabaq, mən istəyirəm sizi bir nəfər yoldaşla tanış edeyim. Demək, dostlar, bu oğlan adı Vüqardır. Vüqar, demək, Azərbaycanda olan ən iri yaşayış komplekslərinin birinin satış meneceridir. Vüqar çox maraqlı oğlandı, mədəni oğlandı. Onunla bizim tanışlığımız onlarda biz təlim keçərkən olmuşdu və təlimlərdə mənim müşahidə elədiyim maraqlı bir nüans var idi. Demək, təlimlərdə biz xoşlayırıq satış əməkdaşlarını biraz çətinə salaq və orada onların sahələrinə uyğun çətin suallar çalışırdıq verək. Məsələn, tikinti ilə bağlı, tutaq ki, verirdik ki, bu izolyasiya deyirsiniz, bu daş yunu bu izolyasiyanı necə saxlayır? Hansı standartları var? Nə bilim, havalandırma sistemi necə qurulmalıdır? Tutaq ki, zəlzələyə dözümlülük deyirsiniz. Bu nə ilə ölçülür? Necə ölçürsünüz bunu? Yəni, nəyin əsasında müəyyənləşir? Sonra, nə bilim, 50 kvadratlıq bir mənzili necə doğru planlamasını eləmək olar? Bu tip suallar verdik və az-çox oradakı iştirakçıların hamısının cavabları olurdu, yəni müəyyən qədər. Amma Vüqar cavab verəndə hamı üzün çöndərirdi ona tərəf və hamı diqqətlə ona qulaq asırdı. Niyə? Çünki Vüqarın cavabları çox detallı, əhatəli və məntiqli olurdu. Və əksəriyyət ondan sonra onunla razılaşırdı. Onun dediklərindən razılaşırdı. Yoldaşlar, bu günləri həmin şirkətin 40-dan çox satış əməkdaşı var. Amma Vüqar ardıcıl 6 ildir ki, həmin şirkətin satış rekordçusudur. Ardıcıl 6 ildir. Və aylıq satış rəqəmləri 25-30 evdir. Təsəvvür edirsiniz, yoldaşlar, 25-30 ev satır. Və bu günləri əsas işlədiyi müştərilər investorlardır, hansı ki 3-5 evi birdən alır. Yəni, və təbii ki, yaxşı da pul qazanır. Amma, yoldaşlar, buna necə nail olub? Maraqlı odur ki, mən bu çıxışa hazırlaşmamışdan əvvəl Vüqarı tapdım və onunla bir 15 dəqiqəlik intervyu da elədim. Və soruşdum ki, ay Vüqar, sən buna necə nail olursan? Və maraqlı bir cavab verdi ki, deməli, mən bu işə təzə başlayanda, demək, öz birinci ilimi mən müdiriyyətdən xahiş eləmişdim, gündəlik vaxtımın ən azı günlük iş vaxtımın 1-2 saatını mən tikintidə keçirirdim. Gedirdim həmin əraziyə, tikintidə, sahə rəisinin müşahidə edirdim, nə bilim, onu sorğu-suala tuturdum, prorabı sorğu-suala tuturdum və bezdirmişdim onları suallarımla. Nə bilim, binanın bünövrəsi necə qoyulur, sonra burada armatur, bizim armaturu digərlərindən fərqləndirən nədir, niyə bunu belə qurursunuz, konstruksiya nə belədir. Deyir, hətta AutoCAD proqramı var, yəni hansı ki, bu binanı tikməkdən ötürü, yəni əvvəlcə onu kompüterdə yığırlar da, AutoCAD proqramında. Bu adam oturub onu da öyrənib. Hansı ki, bu onun işinə lazım deyil, yəni bu satış əməkdaşıdır, bunun nə işinə gəlir bu? Amma deyir, o vaxt öyrəndiyim biliklər bu günləri mənim işimi çox-çox rahatlaşdırır. Deyir, bu günləri mən müştəri ilə söhbət eləyəndə mən bütün suallarına detallı, səliqəli cavab verə bilirəm. Və maraqlı bir şey dedi Vüqar orada. Dedi ki, baxın, mənzil seçməyə gələn müştəri, deyir, o müştəri üçün mənzilə baxarkən, deyir, gözlə görə bildiyi müəyyən nüanslar var və gözlə görə bilmədiyi başqa nüanslar var. Deyir, demək, müştəri o vaxt deyir, bizə güvənir ki, onun gözlə görə bildiyi şeylərdən danışanda yox. Yəni, onun gözlə görə bilmədiyi nüansları ona izah eləyəndə, müştəri sənə bir şəxs olaraq daha güvənir, bir menecer olaraq daha güvənir. Və məhz buna görədir ki, o bu günləri kifayət qədər yaxşı satışlar eləyir və mən özüm də onun müştərisiyəm və hətta indiyə kimi 3 nəfər müştərini də yönəldmişəm ona və böyük həvəslə də onu tövsiyə eləyirəm başqa şəxslərə də. Demək, gəlin bir də növbəti bir suala keçək. Bəs yaxşı, Vüqar kimi bir satış əməkdaşını yetişdirmək üçün bizə nə qədər vaxt lazımdır? Və yaxud da əgər burada kimsə özü satış əməkdaşıdırsa, sual yaranır ki, bəs Vüqar kimi mən konsultant formalaşmam üçün nə qədər mənə vaxt lazımdır? Dostlar, bu sualın cavabı çox sadədir. Əgər bu istiqamətdə heç bir iş görməsəz, bu sonsuzdur. Yəni, heç vaxt buna nail olmayacaqsınız. Yox, əgər müşahidə qabiliyyətimiz varsa və iş prosesində öyrəniriksə, təxminən 7-8 il bu bizim vaxtımızı alacaq ki, biz o səviyyəyə gələk çataq. Amma əgər biz bir illik bir plan tərtib eləyəriksə,
öyrənmə planı tərtib edəriksə və intensiv şəkildə öyrənəriksə, biz 1 ilə o konsultant səviyyəsinə gəlib çıxa bilərik. Hansı ki, mən öz gözlərimdən bunu görmüşəm bir çox satış əməkdaşlarında. Yeri gəlmişkən, bu danışdığım məsələlərin bir çoxu satış əməkdaşlarında elədiyimiz müşahidələrin nəticəsidir. Çünki 2025-ci ildə biz Satqrup olaraq bir çox şirkətlərin təxminən 700-ə yaxın satış əməkdaşının hazırlıq prosesində iştirak eləmişik. Yəni, onların problemini aşağı-yuxarı müşahidə eləmişik bu prosesdə. Demək, bu planı necə tərtib eləmək lazımdır, o barədə danışacağıq. Amma gəlin, əvvəlcə bu barədə danışaq ki, bəs yaxşı, Vüqar kimi konsultant olmaq üçün biz hansı istiqamətlərdə öz biliyimizi inkişaf elətdirməliyik? Qaydırıq və yaxud əvvəl verdiyim suala. Baxın, dostlar, burada 4 istiqamət var. Sizə lazım olan yalnız bu 4 istiqaməti xəritə kimi özünüzə götürməkdir. Birinci istiqamət nədir? Müştəriləri öyrənmək və yaxud da ki, satış rəhbərsinizsə müştəriləri öz əməkdaşlarınıza öyrətmək. Bura nə daxildir? Müştəriləriniz kimdir? Onların davranışları necədir? Onların motivasiyaları nədir? Onlar necə qərar verirlər? Hansı məqamda kaprizlər eləyirlər? Və s. və s. Bu kimi nüansları biz öz əməkdaşlarımıza öyrətməliyik. İkinci məsələ, satdığımız məhsuldur. Yəni, satdığımız məhsulu biz onlara yaxşı öyrətməliyik. Məhsulumuz real faydaları nədir? Praktik faydaları nədir? Məhsulumuzun istifadə qaydaları nədir? İstifadə senariləri nədir? Məsələn, hansı situasiyalarda necə istifadə oluna bilər məhsulumuz? Bu, ondan başqa məhsulumuzun qiymətləri və şərtlərimiz, hansı şərtlərlə danışıq apara bilərik? Bu barədə biz öz əməkdaşımızı öyrətməmiz lazımdır. Növbəti məsələ, dostlar, bu rəqiblərimizi öyrətməkdir. Rəqiblərimizi. Çox vacib nüanslardan biridir, yoldaşlar. Rəqiblərimizi yaxşı öyrətməliyik. Rəqiblər barədə məlumat araşdırmağı onlara öyrətməliyik ki, araşdırsınlar, öyrənsinlər. Rəqiblərin üstün zəif tərəflərini, məhsullarımızla onların məhsullarını doğru müqayisə eləməyi. İnandırım ki, yoldaşlar, mən müşahidə elədiyim əməkdaşlarda, satış əməkdaşlarını gördüyüm ən çox problemlərdən biri buradadır. Yəni, deyir ki, filan şirkət bizdən geri qalır. Deyirəm, niyə? Yəni, fərqi nədir? Yəni, nədə siz üstünsüz ki, onlardan? Sual cavabı yoxdur. Ümumi şeylərdir, əksəriyyəti ümumi şeylərdir. Amma detallı şəkildə bunu araşdırıb eləyən çox az adam var. Və bir maraqlı məsələni deyim ki, yoldaşlar, bu məsələ sizi satış görüşlərində çox güclü tərəf eləyir. Xüsusilə də qiymət danışıqlarında rəqibləri tanımaq sizi güclü tərəf eləyir. Ona görə də mütləq bu məsələyə fikir verməlisiniz və bir də çalışdığınız sahəni öyrənmək. Bu da çox vacib məsələlərdən biridir. Çalışdığınız sahə. Çalışdığımız sahə nədir, yoldaşlar? Bu sahədə trendləri, ən yeni yenilikləri və s. öyrənməliyik. Məsələn, bir maraqlı bir-iki dənə buradan misal çəkim. Tutaq ki, Supertoys şirkəti uşaq oyuncaqları satır, düzdürmü? Əgər mən bu günləri mağazada uşaq oyuncağı satıramsa, mən həm də sahəni bilməliyəm. Yəni, oyun qəhrəmanlarını tanımalıyam. Məsələn, bir oyuncağın uşağın zehni inkişafı ilə hansı cür əlaqəsi var? Bu haqda biraz məlumatım olmalıdır. Əgər mən bugün geyim satıramsa, yoldaşlar, təkcə mən geyimdən danışmamalıyam. Mən tərzdən danışmalıyam, müasir trendlərdən danışmalıyam, rənglərdən danışmalıyam. Hansı tərzdən, hansı tərz uyğun gəlir, bundan danışmalıyam. Yəni, sahə biliyi mənim üçün çox vacibdir ki, çünki müştəri sizinlə ünsiyyətə gələndə, yoldaşlar, sizinlə görüşə gələndə o sizin məhsulunuzu almır. O sizin məhsul onun hansı problemini həll eləyəcək, o problemin həllini alır sizdən. Bunu çatdırmaq üçün də biz sahə biliyinə sahib olmalıyıq, yoldaşlar. Və bir illik plan məsələsi, baxın, bu slaytda bir illik plan var, sonunda biz bu slaytı da sizinlə bölüşərik. Bu suallar ətrafında bir illik plan tərtib eləməniz lazımdır. Müştərilərimlə, davranışlarıyla bağlı mən nələri bilirəm, nələri daha da əlavə araşdırmalıyam, hazırlamalıyam. Məhsullarım haqqında mən hələ nəyi bilmirəm, nəyi araşdırmalıyam, rəqiblərim və alternativlərimi necə araşdırmalıyam, çalışdığım sahə ilə bağlı hansı biliklərə sahib olmalıyam. Dostlar, bu məsələdə satış rəhbərlərinin, xüsusilə də sahibkarların ciddi dəstəyi lazımdır bu nüanslarda. Yəni, bu öyrənmə mərhələsində siz rəhbərlər ciddi şəkildə dəstək olmalısınız komandanıza. Burada sizin iradəniz çox vacibdir. Ki, sonucda siz istədiyiniz nəticəyə gəlib çıxasınız. Elə mən təklif edirəm ki, bugündən etibarən bu xəritə üzrə çalışmanızı davam elətdirəsiniz. Niyə, dostlar, niyə? Sonuncu slayd isə bu barədir ki, niyə bizə bunu etmək lazımdır? Niyə bizim komandamızda konsultant satıcılar olmalıdır? Konsultant satıcı yetişdirmək bizə nə verəcək? Dostlar, birincisi asan satış verir, asan satış. Çünki müştərilər klassik satıcılara yox, konsultant satıcılara daha tez inanırlar. Əgər müştəri klassik satıcı ilə qiymət mübahisəsi eləyirsə, konsultant satıcıya isə təslim olur və onun dediklərinə güvənir.
Və ona görə əgər sizin əməkdaşınız konsultant satıcı formasında yetişibsə, o daha asan satacaq, tükənməyəcək, yorulmayacaq, motivasiyası yerində qalacaq. İkinci, daha çox satış, dostlar, daha çox satış verəcəksə. Niyə? Çünki əgər klassik satıcı bir satış görüşündən bir satış çıxarırsa, konsultant satıcı bir satış görüşündən bir satış çıxarmaqla yanaşı 5 tövsiyə çıxardır. Hansı ki, bu 5 tövsiyə də sonradan 2 satışa gətirib çıxarır. Və bir də daha uzun müddətli satış. Daha uzun müddətli satış. Dostlar, burada biz bir şeyi vacib məsələni bilməliyik ki, bu günləri müştəri bizim məhsulumuzu yox, rahatlığı, aydınlığı və etibarı alır. Əgər o sizdə konsultant siması görsə, o sizə etibar eləyəcək və daha uzun müddət sizə güvənəcək, sizin xidmətlərinizdən istifadə eləməyə hazır olacaq. Bu isə komanda olaraq, şirkət olaraq sizə nə verəcək? Stabil satışlar verəcək. Görüşün sonunda yoldaşlar, onu demək istəyirəm ki, konsultant satıcılar yetişdirmək təbii ki, biraz bizdən vaxt, enerji, efor istəyir. Amma sonucda bunun nəticələri də kifayət qədər yaxşı olur. Siz daha böyük, daha uzun müddətli satışlara nail olursunuz. Mən hamınıza güclü satış komandası və bol satışlar arzu edirəm. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Təşəkkür edirəm Murad bəy. 2 dəqiqə vaxtımıza keçdiniz, ona görə də kompensasiya üçün sizə bir sual vermək istəyərdim. Kompensasiya üçün təşəkkürlər. Bəli. Baxın, rəhbərlərin, HR-ların ən çox maraqlandırdığı bir sual. İndi də son dönəmlər mən bu HR strukturu ilə çox sıx əlaqədə olduğum üçün bir sualım olacaq. Bu nədir? Baxın, deyirsiniz satıcı, yox konsultant. Bəli. İşçi gəlir şirkətə, biz onu öyrədirik, satıcı dönəminə gətiririk, ondan sonra biraz da öyrədirik, konsultant kimi onu yetişdiririk. Normaldır, insan işdən ayrılmaq istəyir. Aha. Bax, onda necə eləyək ki, müştəri loyallığını bu yetişdirdiyimiz həmkara yox, illərlə qurduğumuz sistemə yönəldək? Cələ xanım, çox yaxşı sualdır, amma geniş cavab tələb edən sualdır. Amma çalışacağım maksimum qısa, maksimum qısa cavab verim. Çox əslində bu günləri həqiqətən də sahibkarları, rəhbərləri narahat edən suallardan biridir ki, yaxşı, mən bu qədər vaxtımı, enerjimi, pulumu sərf eləyib bir adamı yetişdirirəm. Sabahları bu çıxdı, getdi şirkətdən. Ona nə baş verəcək? Yəni, mən bu qədər vaxtımı, zamanımı itirmişəm, hətta pulumu itirmişəm ona görə. Burada 2 dənə maraqlı məqam var. Birincisi, biz hazırlıqsız bir peşəkar olmayan satıcını öz yanımızda saxlamaq bizə nə verir? Yəni, tutaq ki, bu adam konsultant deyil, adi satıcıdır və biz bunu ölçürükmü ki, bu adam bizə nə qədər ziyan vuracaq? Yəni, tutaq ki, okey, yəni az satır, onu qoyduq kənara, amma satdığı və yaxud da ki, ünsiyyətdə olduğu müştərilərdə də nə qədər negativ saxlayır bizim şirkət haqqında. Ona görə biz şirkətimizin böyüməyini istəyiriksə, biz mütləq bu mütəxəssisləri hazırlamalıyıq, düşünmədən ki, o sabahları buradan bizdən ayrıla bilər. İndi gəldi ikinci nüansa ki, bəs yaxşı ayrılır bizdən. Bəs orada sual yaranır ki, niyə ayrılır? Bu HR mövzusudur. Hansı ki, biz elə bir iş mühiti yaratmalıyıq ki, həmin peşəkar yetişdirdiyimiz adam daha uzun müddət bizi ilə işləsin. Məsələn, mən çoxlu satış adamları tanıyıram ki, uzun illərdir bir şirkətdə çalışırlar və şirkətə bağlıdırlar və şirkətin ən yaxşı müştərisidirlər. Üçüncü nüansı isə, əgər bu adam şirkətdən ayrılırsa və buradan şirkət ziyan çəkirsə, burada da maraqlı bir nüans yaranır ki, əgər bu konsultant bütün müştərilərlə özü kontaktları saxlayıb və şirkət burada heç bir rol oynamayıbsa, şirkət öz-özünə sual verməlidir ki, bəs yaxşı, mən niyə şirkət müştəri ilə öz aramda bağı yaratmamışam? Yəni, bayaqdan Mənsur müəllimin danışdığı CRM falan, bu kimi alətlər hamısı ona görədir ki, biz özümüz şirkət olaraq da müştərilərimizi həm də şirkət olaraq özümüzə bağlayaq ki, hər hansı bir əməkdaş ayrılıb gedəndən sonra növbəti əməkdaş gələndə çox rahat şəkildə biz o müştəriləri onlara da yönəldə bilək. Təşəkkür edirəm. Qısa cavab. Çox sağ olun. Təşəkkürlər. Minnətdaram.